sizləri, hörmətli qonaqlar, müəllimlər, sevimli şagirdlərimiz. Azərbaycan xalqı öz ədəbiyyatına, milli mənəvi dəyərlərinə çox sadiqdir. Məzmunu baxımından belə dəyərlərin təcəssümünü işıqlandırmalı, biz şagirdlər özümüzə borcluyuz. Ədəbiyyat insana cəmiyyətin hisslərini, düşüncələrini, arzularını, istəklərini, o hər cür şəkildə əks etmən söz sənətidir. Rəssamlıqda rəngdən, musiqidə səsdən, rəqsdə bədən əyləşəklərindən hansı məqsədlə istifadə olunursa, ədəbiyyatda da sözdən məhz həmin məqsədlə istifadə olunur. Azərbaycan ədəbiyyatının tarixi həm şifahi, həm də yazılı ədəbiyyatın tarixindən əhatə edir. Şifahi xalq ədəbiyyatı dildən dilə, ağızdan ağıza keçərək Yazılı ədəbiyyat isə yazı yalanaraq qorunub saxlanılır. İndi isə sözü şagirdlərimizə verəcək. Mən Bəxtiyar Vahabzadənin ana dilim şeirini səsləndirəcəyəm. Bəxtiyar Vahabzadə məşhur Azərbaycan şairi, dramaturqu və ədəbiyyatşünasıdır. O, Azərbaycan ədəbiyyatının görkəmli şəxsiyyətlərindən. Xalq şairi Bəxtiyar Vahabzadənin ömrü boyu məşğul edən məsələlərdən biri də ana dili və onun tədrisi ilə bağlı problem olmuşdur. Dil açanda ilk dəfə ana söyləyirik biz. Ana dili adlanır bizim ilk dərsimiz. İlk mahnımız laylanı anamız öz südü ilə içirir ruhumuza, bu dildə gülə-gülə. Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır. Bu dil bir-birimizlə əhd-i-peymanımızdır. Bu dil tanıtmış bizə bu dünyada hər şeyi. Bu dil əcdadlarımızın bizə miras verdiyi qiymətli xəzinədir. Onu gözlərimiz tək qoruyub, sonraki nəslərə biz də hədiyyə verək. Ey dilim, səndədir xalqın əqli, hikməti, ərəb oldu məcnunu, dərdi səndə dil açılır. Ürəklərə yol açan Füzulinin sənəti, ey dilim, qüdrətinlə dünyalara yol açılır. Səndə mənim xalqımın qəhrəmanlıqla dolu tarihi qaraqlanır. Səndə mənim neçə minillik mədəniyyətim, şan-şöhrətim saxlanılır. Mənim adım sanırsan, namusum vicdanımsan.